Salam, hər vaxtınız xeyir olsun. Bugün avqust ayının 18-i, saatlarımız onu göstərir. TNS TV-də xəbər saatıdır. Sizinlə mənəm Hürü Əliyeva. Dünyada və ölkədə baş verən xəbərlərdən sizi mən xəbərdar edəcəm. Keçid alaq xəbərlərə. Bugün Azərbaycan Respublikasının sərhəd mühafizə orqanları əməkdaşlarının peşə bayramıdır. Dövlət sərhəd mühafizəsinin yaradılmasının 107-ci il dönümüdür. Azərbaycan sərhəd mühafizəsi 1919-cu il avqustun 18-də yaradılıb. Həmin tarixdə Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin sərhədlərin mühafizəsi haqqında qanunu qəbul etməsi milli sərhəd mühafizəsinin hüquqi əsasını formalaşdırıb. Ümumilli lider Heydər Əliyevin 2000-ci ildə imzaladığı sərəncama əsasən hər il avqustun 18-i sərhədçilərin peşə bayramı kimi qeyd olunur. Sərhədlərdə ilkin zəruri infrastrukturun yaradılmasından tutmuş, dövlət sərhəd xidmətinin təşkilinə qədər mühüm proseslər müstəqil Azərbaycanın qurucusu, ümumilli lider Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilib. 2002-ci ildə dövlət sərhəd xidmətinin yaradılması dövlət sərhədlərinin etibarlı mühafizəsinin Azərbaycan dövləti üçün xüsusi əhəmiyyət daşıdığını bir daha nümayiş etdirib. Sonrakı illərdə Prezident Müzəffər Ali Başkomandan İlham Əliyevin diqqət və qayğısı nəticəsində dövlət sərhəd xidmətinin maddi-texniki imkanları əhəmiyyətli dərəcədə gücləndirilib. Yeni sərhəd dəstələri və zastavalar yaradılıb. Ölkənin hava, quru və su sərhədlərinin etibarlı mühafizəsi təmin edilib. Müasir texniki vasitələrin tətbiqi genişləndirilib. Dəniz sərhədlərinin mühafizəsi sistemi və sərhəd aviasiyasının təşkili başa çatdırılıb. Son illərdə dövlət sərhəd xidmətinin idarəetmə sistemi də müasir tələblərə uyğun şəkildə təkmilləşdirilib. Müasir radio rabitə və telekommunikasiya sistemlərindən istifadə genişləndirilib. Sərhəd buraxılış məntəqələrində nəzarətin təşkili beynəlxalq standartlara uyğunlaşdırılıb. Şəxsi heyət sərhəddən keçən şəxslər və nəqliyyat vasitələri üzərində etibarlı nəzarətin həyata keçirilməsi üçün müasir texniki vasitələrlə təmin edilib. Bütün sərhəd keçid məntəqələrinin avtomatlaşdırılmış məlumat axtarış sisteminə qoşulması miqrasiya proseslərinə nəzarəti daha da gücləndirib. Dövlət sərhəd xidmətinin şəxsi heyəti vətən müharibəsində də böyük fədakarlıq və qəhrəmanlıq göstərib. 44 günlük müharibə zamanı qurumun qarşısında qoyulan döyüş tapşırıqlarının yerinə yetirilməsi üçün bütün qüvvə və vasitələr səfərbər edilib. Dövlət sərhəd xidmətinin hərbi qulluqçuları Azərbaycan-İran dövlət sərhəddinin 132 kilometrlik hissəsinin Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlı rayonlarının, Hadrut qəsəbəsinin və Şuşa şəhərinin azad olunmasında xüsusi şücaət göstəriblər. Müharibənin ilk günlərindən etibarən Azərbaycan sərhədçiləri Füzuli rayon ərazisindəki təmas xəttindən Ermənistanla dövlət sərhəddinədək geniş ərazilərin azad olunmasında iştirak ediblər. Onlar 24 saat ərzində 105 kilometr məsafədə ildırım sürətli hücum həyata keçirərək düşmənə ciddi zərbələr endiriblər. Xudafərin körpüsündə və dövlət sərhəddimiz boyunca Azərbaycan bayrağı ucaldılıb. Ermənistanla dövlət sərhəddində strateji yüksəkliklərdən azad edilib. DSX tərəfindən Harop, Quzğun və Hermes pilotsuz uçuş aparatlarının peşəkar tətbiqi nəticəsində düşmənin strateji əhəmiyyətli hərbi texnikaları, raket sistemləri, zenit raket kompleksləri, tankları, zirehli döyüş maşınları, komanda idarəetmə məntəqələri və digər vasitələr sıradan çıxarılıb. Çoxsaylı canlı qüvvə zərərsizləşdirilib. Ümumilikdə 290 düşmən hədəfi məhv edilib. Vətən müharibəsində 47 sərhədçi şəhid olub, 197 nəfər yaralanıb. Döyüşlər zamanı şəxsi igidlik və qəhrəmanlıq nümayiş etdirən 12 sərhədçi, onlardan 4-ü ölümündən sonra Vətən müharibəsi qəhrəmanı adına layiq görülüb. Bununla yanaşı yüzlərlə sərhədçi müxtəlif orden və medallarla təltif olunub. Vətən müharibəsindən sonraki dövrdə
Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribatlar zamanı da Azərbaycan sərhədçiləri düşmənə layiqli cavab verərək ayıq-sayıqlıq və yüksək döyüş hazırlığı nümayiş etdiriblər. Ölkəmizin ərazi bütövlüyü təmin olunduqdan və Ermənistanla dövlət sərhəddi işğaldan azad edildikdən sonra həmin ərazilərdə zəruri sərhəd müdafiə və mühafizə infrastrukturu yaradılıb, yeni hərbi hissələr fəaliyyətə başlayıb. Bugün Azərbaycan sərhəd mühafizəsi şəxsi heyətinin peşəkarlığı, müasir silah və hərbi texnika ilə təchizatı, eləcə də xidməti döyüş fəaliyyəti göstəricilərinə görə yalnız regionda deyil, Avropa miqyasında da aparıcı mövqelərdən birini tutur. Bütün bunlar göstərir ki, Azərbaycan dövləti sərhədlərinin etibarlı mühafizəsini təmin etmək üçün güclü və peşəkar sərhəd mühafizə sisteminə malikdir. Azərbaycan sərhədçiləri isə vətənin sərhədlərini qorumaq kimi şərəfli və məsuliyyətli vəzifəni layiqincə yerinə yetirirlər. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilə ABŞ prezidenti Donald Trump arasında telefon danışığı olub. Haber Qlobal istinadən verilən xəbərə görə liderlər söhbət zamanı Türkiyə-ABŞ ikitərəfli münasibətləri ilə yanaşı regional və qlobal prosesləri də müzakirə ediblər. Prezident Ərdoğan İran və ABŞ arasında artan gərginlik fonunda diplomatiyanın əhəmiyyətinə diqqət çəkib və Türkiyənin sülh səylərini dəstəkləməyə davam edəcəyini bildirib. Tehran və Vaşinqton arasında gərginliklə bağlı diplomatik imkanlardan maksimum istifadə edilməsinin vacibliyi vurğulanıb. Türkiyə prezidenti Ankaranın sülh səylərini dəstəyini davam etdirəcəyini bildirib. Telefon danışığı zamanı Qəzzadakı son vəziyyət və sülh prosesi də müzakirə edilib. Rəcəb Tayyib Ərdoğan Qəzzada sülh prosesinin ikinci mərhələsinə keçidin hədəfləndiyi bir vaxtda İsrail rəhbərliyinin Fələstinliləri hədəf alan fəaliyyətlərinin artdığını da vurğulayıb. O, Türkiyənin regionda davamlı sülhün təmin olunması üçün səylərini davam etdirəcəyini ifadə edib. Türkiyə lideri həmçinin Qəzzanın yenidən qurulması istiqamətində atılacaq addımlara dəstəyinin davam etdirəcəyini vurğulayıb. Radikal Fələstin hərəkatı Həmasın tərki silah edilməsi prosesi artıq 30 gün ərzində başlaya bilər. Tunellərin bir hissəsinin ləğvi ilə bağlı işlərə isə yaxın 60-90 gün ərzində başlamaq mümkün ola bilər. Bu barədə ABŞ prezidenti Donald Trump'ın kürəkəni Jared Kushner Fox News telekanalına müsahibəsində deyib. Biz həmçinin hər hansı birbaşa təhdid yaranacağı təqdirdə İsrailin özünü müdafiə hüququnu məhdudlaşdırmaq niyyətində deyilik. Bunun konkret olaraq nə demək olduğunu dəqiqləşdirməli olduq deyə Kushner bildirib. Onun sözlərinə görə irəliləyiş artıq 30 gün ərzində başlaya bilər və bu prosesə silahların bir hissəsinin müsadirə edilməsi də daxil ola bilər. Ümid edirəm ki, növbəti 60-90 gün ərzində tunellərin bir hissəsinin də ləğvinə başlanılacaq. Buna görə də irəliləyiş kifayət qədər tez əldə oluna bilər. Kushner vurğulayıb ki, bunun həyata keçirilməsi üçün hər iki tərəfin əməkdaşlığı tələb olunacaq. Hazırki danışıqlarda isə tərəflər arasında fikir ayrılıqları qalmaqdadır. ABŞ-nin təklif etdiyi plan Həmasın mərhələli şəkildə tərki silah edilməsini nəzərdə tutur. İsrail isə tam tərki silahı Qəzzadan geri çəkilmə və yenidən qurma ilə bağlı əsas şərt kimi irəli sürür. Kushner ABŞ və İran arasında razılaşmanın şərtlərini də açıqlayıb. Əgər İran bizimlə müzakirə etdiyi razılaşmanı başa çatdırmağa və nüvə silahı yaratmaq imkanından imtina etməyə hazırdırsa, o zaman əlbəttə ki, o razılaşma əldə etməyə hazırdır. Lakin hazırda onlar bizim üçün məntiqli və məqbul olacaq hər hansı bir addım atmağa heç bir maraq göstərmirlər. İsrail ordusu Qəzza zolağında sarı xətt adlandırılan mövqelərindən geri çəkilməyi planlaşdırmır və hazırki mövqelərini qoruyacaq. Bunu İsrail hökumət başçısının müşaviri Dimitri Hendelman, baş nazir Benjamin Netanyahunun ABŞ prezidentinin xüsusi nümayəndəsi Jared Kushnerlə görüşünün
yekunları barədə danışarkən deyib. Hendelman qeyd edib ki, İsrail Müdafiə Ordusu öz hərbiçilərinə və vətəndaşlarına qarşı təhdidlərin qarşısını almağa davam edəcək. Onun sözlərinə görə İsrail silahlı radikallara qarşı hədəfli zərbələr siyasətindən də imtina etməyəcək. O əlavə edib ki, Fələstin qruplaşması tamamilə tərki silah olunana qədər Qəzzanın bərpasına başlanılmayacaq. Hendelmanın sözlərinə görə delimitarizasiyanın ilk addımı Həmasdan silahlarını ABŞ-nin nəzarəti altında təhvil verərək məhv edilməsini tələb etmək olmalıdır. Hörmüz boğazında naməlum gəmi mərmi ilə vurulub, ekipaj üzvlərindən biri həlak olub. Böyük Britaniya Hərbi Dəniz Qüvvələrinin dəniz ticarət əməliyyatları üzrə koordinasiya mərkəzinə istinadən verilən məlumata görə hadisə gəmi boğazdan çıxarkən baş verib. Zərbə nəticəsində gəminin mühərrik bölməsi zədələnib və ekipaj üzvlərindən biri həyatını itirib. Digər ekipaj üzvlərinə Oman Sahil Mühafizəsi tərəfindən yardım göstərilir. Hadisənin səbəbləri və hücumun kim tərəfindən həyata keçirildiyi araşdırılır. Hörmüz boğazında son günlər gəmiçiliyə qarşı təhlükələrin artması fonunda baş verən son insident regionda dəniz nəqliyyatının təhlükəsizliyi ilə bağlı narahatlıqları daha da artırıb. Bölgədə əvvəl də bir neçə kommersiya gəmisinin hücuma məruz qalması barədə məlumatlar yayılıb. ABŞ prezidenti Donald Trump İranın nüvə proqramı ilə bağlı razılaşmanın əldə olunmasında yaranan çətinliklərə görə günahkar axtararkən Omana zərbələr endirməklə onu hədələyib. The Wall Street Journal istinadən yayılan məlumata görə ABŞ administrasiyasının bəzi yüksək vəzifəli rəsmiləri Oman və İran arasında yaxınlaşmanı münaqişənin nizamlanması baxımından faydalı hesab edirlər. Onların fikrincə Trump nüvə razılaşmasının əldə olunmamasına görə digər ölkələri günahlandıraraq Omanı günah keçisinə çevirir. Bununla yanaşı digər Amerikalı rəsmilər Maskatı ikili siyasət yürütməkdə ittiham edir və Oman hakimiyyətinin addımlarının Vaşinqton üçün əlverişli sülh razılaşmasının əldə olunması səylərinə mane olduğunu düşünürlər. Nəşrin məlumatına görə ABŞ-də İran və Oman arasında mümkün razılaşmanın Tehranın Hörmüz boğazı üzərində nəzarətini gücləndirə biləcəyindən narahatdılar. Bununla belə Ağ Ev regionda gəmiçiliyin tam şəkildə bərpa olunmasına ümid edir. Hörmüz boğazı qlobal enerji daşımaları üçün strateji əhəmiyyət daşıyan marşrutlardan biridir və onun fəaliyyətindəki məhdudiyyətlər neft bazarlarına da təsir göstərir. Oman uzun müddətdir ABŞ və İran arasında vasitəçilik edən ölkələrdən biri kimi çıxış edir. Hazırki gərginlik fonunda isə Maskatın Tehranla diplomatik təmaslarını davam etdirməsi Vaşinqtonda fərqli qiymətləndirilir. Trumpın avqustun 17-sində verdiyi açıqlamalar isə ABŞ-nin Omana münasibətində gərginliyin daha da artdığını göstərir. ABŞ hərbiçiləri İranın dəniz blokadasının iyulun 14-də bərpa edilməsindən sonra 64 kommersiya gəmisinin hərəkət istiqamətini dəyişdirib və bu barədə CENTCOM X sosial şəbəkə hesabında məlumat paylaşıb. Avqustun 17-sinə olan məlumata görə CENTCOM qüvvələri 64 kommersiya gəmisinin marşrutunu dəyişdirib, 3 gəmini sıradan çıxarıb, daha 2 gəmiyə desant çıxarıb deyə məlumatda bildirilir. CENTCOM əməliyyatlar çərçivəsində ümumilikdə 69 kommersiya gəmisinə qarşı müxtəlif tədbirlərin görüldüyünü açıqlayıb. Qeyd edək ki, ABŞ iyulun 14-də İrana qarşı dəniz blokadasını yenidən bərpa edib. Avqustun 12-sində marşrutu dəyişdirilən gəmilərin sayı 59 idi. Son 5 gündə bu rəqəm daha 5 gəmi artaraq 64-ə çatıb.
ABŞ və İsrail Qəzzada mümkün qarşıdurmaların qarşısını almaq və əldə olunmuş razılaşmaların pozulmasını izləmək üçün yeni mexanizm yaratmaq barədə razılığa gəlib. Axios mənbələrə istinadən məlumat yayıb. Razılaşma ABŞ prezidentinin xüsusi nümayəndəsi Jared Kushnerlə İsrailin baş naziri Benjamin Netanyahu arasında Qüdsdə keçirilən 4 saatlıq görüş zamanı əldə olunub. Mexanizmdə Misirin də iştirakı nəzərdə tutulur. İsrail Həmasın potensial təhlükə hesab etdiyi hərəkətləri qeydə alarsa, məlumat yeni mexanizm vasitəsilə hərəkatın nümayəndələrinə çatdırılacaq. Tərəflər həmçinin 2 işçi qrupunun yaradılması barədə razılığa gəliblər. Qruplardan biri Qəzza, digəri isə su təchizatı və sanitariyada daxil olmaqla humanitar məsələlərlə məşğul olacaq. Axiosun məlumatına görə Vaşinqton və Qüds arasında Qəzza ilə bağlı fikir ayrılıqları qalır. İsraildə oktyabrda keçiriləcək seçkilərin də Netanyahuya əhəmiyyətli güzəştlərə getmək imkanlarını məhdudlaşdırdığı bildirilir. Venezuelada baş vermiş zəlzələ nəticəsində ölənlərin sayı 6438-ə çatıb. Bu barədə ölkə parlamentinin spikeri Jorge Rodriguez sosial media hesabında yayıb. O, yaralıların sayının 16740 nəfər olduğunu qeyd edib. Rodriguez bildirib ki, fəlakətin ən çox insan tələfatına və dağıntıya səbəb olduğu La Guaira ştatında hökumət indiyə qədər 335 evi qanuni sahiblərinə təhvil verib. 59109 evi ziyana görə qiymətləndirib. Həmin evlərdən 34680-i yaşayış üçün yararlı, 13733-ü məhdud istifadə üçün yararlı, 10696-sı isə yüksək riskli hesab edilib. Xatırladaq ki, iyunun 24-də Venezuelada 7,2 və 7,5 gücündə 2 təkan qeydə alınıb. Kolumbiyada avqustun 10-unda baş verən güclü zəlzələnin vurduğu birbaşa maddi ziyan ilkin hesablamalara görə 30 trilyon peso, təxminən 9,6 milyard dollar təşkil edir. Bunu Kolumbiya prezidenti öz açıqlamasında deyib. Reuters'də ölkə rəhbərinin açıqlamasına istinadən ilkin zərərin təxminən 9,6 milyard dollar qiymətləndirildiyini açıqlayıb. Prezidentin sözlərinə görə özəl şirkətin apardığı ilkin texniki qiymətləndirmə Choco, Valle del Cauca, Risaraldo, Quindío və Caldas departamentlərini əhatə edib. Hesablamalara əsasən zərərin 24,5 trilyon pesosu, təxminən 7,8 milyard dolları binaların, 1,8 milyard dolları isə infrastrukturun payına düşür. Bunlar hələ ilkin rəqəmlərdir deyə Kolumbiya lideri vurğulayıb. O bildirib ki, Choco departamentində zərərin mütləq məbləği digər bölgələrlə müqayisədə az olsa da, dəymiş ziyanın miqyası baxımından ən ağır vəziyyət məhz burada müşahidə edilir. Prezident Choco'nun bərpası üçün xüsusi diqqət və geniş miqyaslı yardım proqramına ehtiyac olduğunu qeyd edib. Son məlumatlara görə təbii fəlakət nəticəsində 289 nəfər həlak olub, 4187 nəfər yaralanıb, 142 nəfər itkin düşmüş hesab olunur. Zəlzələ nəticəsində 26945 yaşayış evinin dağıldığı, 127557 evə isə ziyan dəydiyi bildirilir. Axtarış, xilas etmə və yardım əməliyyatlarına dəstək məqsədi ilə ABŞ, Ekvador və İsraildən ümumilikdə 138 xilas edici Kolumbiyaya göndərilib. Qeyd edək ki, 7,4 magnitudalı zəlzələ avqustun 10-unda Kolumbiyanın qərbində Choco departamentinin San Jose del Palmar şəhəri yaxınlığında baş verib. Reuters'ə 7 avqust 2026-cı ildə Kolumbiya prezidenti vəzifəsinin icrasına başladığını da təsdiqləyir.
Davam edirik. ABŞ prezidenti Donald Trump İranın hazırda Vaşinqtonun münaqişəyə son qoymaq üçün irəli sürdüyü şərtləri qəbul etməyə hazır olmadığını bildirib. Trump Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən Tehranın razılaşma əldə etmək istəyində olduğunu, lakin ABŞ-nin vacib hesab etdiyi əsas tələbləri rədd etdiyini deyib. ABŞ lideri İranın nüvə silahına sahib olmasının qarşısını almağın Vaşinqton üçün əsas məqsəd olduğunu vurğulayıb. Trump həmçinin daha əvvəl İranı sərt şəkildə xəbərdar edərək Tehranın razılaşmadan imtina edəcəyi təqdirdə ciddi nəticələrlə üzləşə biləcəyinə işarə edib. Onun sözlərinə görə ABŞ İranın nüvə silahı əldə etməsinə imkan verməməkdə qərarlıdır. ABŞ Müdafiə Nazirliyi ölkənin 30 elmi və təhsil müəssisəsinə Rusiya, Çin və İranın daha əvvəl qara siyahıya salınmış təşkilatları ilə əlaqələrini yoxlamağı və bu barədə hesabat təqdim etməyi tapşırıb. Bu haqda ABŞ Müdafiə Nazirliyinin yaydığı rəsmi açıqlamada bildirilib. Məlumata görə Nazirlik 30 Amerika elmi və təhsil müəssisələrinə rəsmi bildiriş göndərərək onlardan narahatlıq doğuran vacib strukturlarla akademik, maliyyə və elmi əlaqələrin dərhal hərtərəfli yoxlanılmasını tələb edib. Bildirilib ki, sözü gedən müəssisələr gələcəkdə elmi tədqiqatlar üçün federal maliyyə almaq hüququnu qorumaq istəyirlərsə, xarici tərəfdaşlarla müəyyən edilmiş bütün əməkdaşlıq hallarını nəzərdən keçirməlidirlər. Qurumlardan həmçinin məxfi və ya ixrac nəzarəti tədbirlərinin tətbiq olunduğu tədqiqatlarla bağlı mümkün riskləri qiymətləndirmək tələb edilib. Riskli hesab edilən tərəfdaşlara son qoyulması da daxil olmaqla sərt tədbirlərin görülməsi tapşırılıb. Pentaqon həmin müəssisələrdən görülmüş tədbirlər barədə avqustun 31-nədək məlumat vermələrini istəyib. Bildiriş göndərilən 30 Amerika elmi və təhsil müəssisəsinin adları isə açıqlanmayıb. Nazirliyin iddiasına görə söhbət ABŞ texnologiyalarının icazəsiz ötürülməsi ilə məşğul olan Rusiya, Çin və İran strukturları ilə mümkün əlaqələrdən gedir. Pentaqon bu təşkilatların yenilənmiş siyahısını iyulda açıqlayıb. Siyahıya Rusiyanın 32 Elmi Tədqiqat İnstitutu və Universiteti daxil edilib. Qərar Pentaqonun qara siyahıya daxil etdiyi həmin təşkilatlarla elmi tədqiqat sahəsində əməkdaşlıq etməyəcəyini nəzərdə tutur. Ağ Ev Avropadakı müttəfiqlərinə buraxılış qurğularını ABŞ istehsalı olan raket və mərmilərdən istifadə üçün uyğunlaşdırmağa icazə vermək imkanını nəzərdən keçirir. Qaydaların yumşaldılması NATO-nun əsas problemlərindən birini aradan qaldıra və alyans ölkələri arasında sursat mübadiləsini asanlaşdıra bilər. Hazırda bəzi NATO ölkələri ABŞ istehsalı olan HIMARS reaktiv yaylım atəş sistemlərindən istifadə edir. Digər ölkələr isə İsrailin PAS sistemlərini tətbiq edir və ya öz buraxılış qurğularını hazırlayırlar. Bu isə sursatların universallığının təmin edilməsində müəyyən çətinliklər yaradır. Nəşrin məlumatına görə Vaşinqton əvvəllər kommersiya səbəblərindən belə uyğunlaşdırmaya qarşı çıxıb. ABŞ sistemlərin yenidən təchiz edilməsinin yüksək xərclərindən, eləcə də məxfi proqram təminatının rəqiblərə açıqlanması ehtimalından narahat olub. Bununla yanaşı hazırda ABŞ raket sənayesinin böyük hissəsini Avropada yerləşdirmək imkanını hazırda nəzərdən keçirir. ABŞ prezidenti Donald Trump Cənubi Koreyadan ölkənin müdafiəsinə görə kompensasiya tələb edib. Ağ Ev rəhbəri mətbuat konfransı zamanı bunun 10 milyard dollar olduğunu bildirib. Trump Cənubi Koreyanı tənqid edərək İranla müharibədə ABŞ-yə kömək istədiyi zaman bu ölkənin prezidenti ilə apardığı söhbətin detallarını xatırladıb. Seul isə bu müraciətə rədd cavabı verib. ABŞ prezidenti həmkarına xatırladıb ki, hazırda Cənubi Koreyada 39 min Amerikalı hərbiçi yerləşdirilib və onlar ölkəni Kim Çenindən qoruyurlar. Bundan sonra Trump Cənubi Koreyaya gələcəkdə yardım göstərilməsinin nə
nə dərəcədə məqsəduyğun olduğuna şübhə etdiyini bildirib. Onun sözlərinə görə bu ölkənin müdafiəsi ABŞ-yə milyardlarla dollara başa gəlir. Avropada ardıcıl güclü isti dalğaları və geniş miqyaslı quraqlıq kənd təsərrüfatına ciddi ziyan vurub. Fermerlər bir sıra ölkələrdə məhsuldarlığın kəskin azalması fonunda vəziyyəti görünməmiş böhran adlandırırlar. Bu barədə The Guardian, İtaliya, Fransa və İspaniyadakı fermer təşkilatları və rəsmi qurumların məlumatlarına istinadən belə bir xəbər paylaşıb. Ən ağır vəziyyətlərdən biri Fransada müşahidə olunur. Ölkədə tərəvəz istehsalı əvvəlki illərlə müqayisədə əhəmiyyətli dərəcədə azalıb. Ayrı-ayrı məhsullar üzrə itkilərin balqabaqda 25, kahıda 35, noxudda 40% olduğunu bildirir. Ənginar istehsalında isə bəzi təsərrüfatlarda itki 100%-ə çatıb. Bretan bölgəsində 1300-dən çox tərəvəz istehsalçısını birləşdirən Prince de Bretanq vəziyyəti tərəvəzçilik sektorunda tarixi böhran adlandıraraq təcili tədbirlərin görülməsini istəyib. Taxıl istehsalında da ciddi azalma müşahidə olunur. Fransa Kənd Təsərrüfatı Nazirliyinin proqnozuna görə ölkədə qarğıdalı istehsalı ötən illə müqayisədə 35% azalaraq təxminən 9 milyon tona düşə bilər. Bu səviyyə sonuncu dəfə 1980-ci ildə qeydə alınıb. İsti hava heyvandarlığa da təsirsiz ötüşməyib. Fransada bir sıra təsərrüfatlarda süd istehsalının 10-15% azaldığı bildirilir. Qış ayları üçün nəzərdə tutulan heyvan yeminin istehsalı isə 1989-2018-ci illərin orta göstəricisindən təxminən 30% aşağıdır. İyun ayında anomal istilər quşçuluq təsərrüfatlarında da ölüm hallarını kəskin artırıb. Nəticədə Fransada gündəlik yumurta istehsalı adi göstəricidən təxminən 1 milyon ədəd azdır. İtaliyada da vəziyyət ağır olaraq qalır. Ölkənin ən böyük fermer təşkilatının məlumatına görə əkinçilik ərazilərinin təxminən 60%-i müxtəlif dərəcəli quraqlığın təsiri altındadır. İspaniyada da taxıl məhsulu Kastiliya və Leonda ötən illə müqayisədə 35%, Madrid bölgəsində 49%, Əndəlüsdə 24% azalıb. Qoyun süd istehsalında 6,5%, keçi südündə isə 10,8% azalma müşahidə olunub. Avropa hökumətləri kənd təsərrüfatı sektoruna dəstək üçün əlavə maliyyə paketləri hazırlayırlar. Fransanın baş naziri Sebastian Lecornu fermerlərə təcili yardım üçün 145 milyon avro ayrılacağını, 2027-ci ilin büdcəsinə isə əlavə struktur dəstəyi və investisiya tədbirlərinin nəzərdə tutulacağını açıqlayıb. Ukrayna hökuməti 2026-2027-ci illərdə beynəlxalq tərəfdaşlardan ümumilikdə 101 milyard dollar maliyyə dəstəyi cəlb etməyi planlaşdırır. Bu barədə Ukrayna Nazirlər Kabinetinin Ali Radaya təqdim etdiyi fəaliyyət proqramı layihəsində bildirilib. Sənədə əsasən Kiyev 2026-cı ildə təxminən 49 milyard, 2027-ci ildə isə 52 milyard dollar həcmində beynəlxalq maliyyə yardımı almağı qarşıya məqsəd qoyub. Maliyyənin əsasən Avropa İttifaqı, Beynəlxalq Valyuta Fondu, Dünya Bankı və digər tərəfdaşlardan cəlb olunması nəzərdə tutulur. Vəsaitlərin dövlət büdcəsinin maliyyələşdirilməsinə yönləndirilməsi planlaşdırılır. Hökumətin proqramında Ukrayna Silahlı Qüvvələrinin şəxsi heyətlə təminatı da əsas hədəflərdən biri kimi göstərilib. Kabinet səfərbərlik mexanizmlərinin və hərbi uçot sisteminin təkmilləşdirilməsi hesabına 2027-ci ildə ordunun şəxsi heyətlə komplektləşdirilməsini 100%-ə çatdırmağı hədəfləyib. Bundan başqa əhalinin milli müqavimət sistemi vasitəsilə hərbi xidmətə hazırlanması nəzərdə tutulur. Plana görə 2027-ci ilədək hər il 60 min nəfər xüsusi hazırlıq mərkəzlərində təlim keçməlidir. Sənəddə Ukrayna Silahlı Qüvvələrinin silah və hərbi texnika ilə təminatı üçün Avropa İttifaqından ayrıca ən azı 60 milyard avro kredit cəlb etməsi də nəzərdə tutulub. Ümumilikdə 76 səhifədən ibarət olan proqramda müxtəlif sahələri əhatə edən 90-a yaxın əməliyyat məqsədi yer alıb. Hökumət 2026-2027-ci illərdə əhalinin Ukrayna dilində məzmun istehlakını
10% artırmağı da planlaşdırır. Ali Radanın saytındakı məlumata görə sənəd artıq parlamentin müvafiq komitəsinə göndərilib. Ukraynanın baş naziri Sergey Koretski proqramın parlamentdə mümkün qədər tez təsdiqlənəcəyinə ümid etdiyini bildirib. Deputat Yaroslav qeyd edib ki, proqram təsdiqlənərsə, qanunvericiliyə əsasən Ali Rada bir il ərzində hökuməti istifaya göndərə bilməyəcək. Onun sözlərinə görə sənəd qəbul edilərsə, hökumətin fəaliyyət proqramı 2019-cu ildən bəri ilk dəfə parlament tərəfindən təsdiqlənmiş olacaq. Ötən gün axşamdan bu günə qədər Moskvaya 600-dən çox PUA hücum edib. Bu barədə Rusiya mətbuatı məlumat yayıb. Məlumata görə PUA hücumu səbəbindən Moskvanın Vnukovo, Şeremetyevo, Domodedovo və Jhukovski hava limanlarında bütün reyslər təxirə salınıb. Təhlükəsizlik səbəbindən 8 reys Moskvaya enə bilməyib. Moskva meri Sobyanin də dünəndən bəri Moskvaya 600-dən çox PUA-nın hücum etdiyini təsdiqləyib. Ötən gün axşamdan bugün səhərə qədər Moskva bölgəsinə doğru 620 PUA uçub. Onlardan 180-i Moskva bölgəsində məhv edilib. Təcili yardım xidmətləri qəza yerlərində işləyir. Rusiya mətbuatı Moskvaya PUA hücumunu son 2 ilin ən böyük hücumu adlandırıb. Qana Rusiya qarşısında öz vətəndaşlarının Rusiya-Ukrayna münaqişəsində iştirak etmək üçün cəlb olunmasına son qoyulması tələbini irəli sürüb. Bu barədə Qananın Xarici İşlər Naziri Samuel Okudzeto Abkalavanın Rusiyanın Xarici İşlər Naziri Sergey Lavrovla keçirdiyi danışıqların nəticələrinə əsasən məlum olub. Görüşdən sonra Ablakova bildirib ki, Lavrov Qana vətəndaşlarının münaqişədə iştirak etmək üçün cəlb olunması ilə bağlı məsələnin həlli istiqamətində iş aparmağa razılaşıb. Nazirin sözlərinə görə Ukraynada 62 Qana vətəndaşı həlak olub, daha 15 nəfər itkin düşmüş hesab olunub. Lavrov təsdiqləyib ki, Qana vətəndaşları Rusiya Müdafiə Nazirliyi ilə müqavilələr imzalayıblar. Bununla belə o bildirib ki, onlar bunu özlərinə və irqçiliyə qarşı mübarizədə kömək etmiş ölkə kimi həmrəylik səbəbindən, eləcə də maddi və maliyyə maraqları baxımından ediblər. Rusiya diplomatı bildirib ki, Moskva daha əvvəldə digər dövlətlərdən oxşar müraciətlər alıb. O qeyd edib ki, Rusiyanın Müdafiə Nazirliyində bu cür müraciətlərə baxan xüsusi struktur fəaliyyət göstərir və Qana tərəfinin müraciətinə də baxılacağına əminliyini ifadə edib. Afrika ölkələri vətəndaşlarının Rusiya-Ukrayna münaqişəsində iştirak etmək üçün cəlb olunması regionda narahatlıq doğurur. Bundan əvvəl Cənubi Afrika Respublikası və Kenya hakimiyyətləri də Moskvadan bununla bağlı tədbir görməyi tələb etmişdilər. Fevral ayında kəşfiyyat məlumatlarında Rusiyanın 1000-dən çox Kenya vətəndaşını aldadıcı yollarla Rusiya-Ukrayna münaqişəsinə cəlb etdiyi bildirilmişdi. Kəşfiyyatın məlumatına görə onların bir çoxuna yük maşını sürücüsü və ya mühafizəçi kimi iş vəd edilmişdi. Yunanistanın idarə etdiyi neft tankeri Skiros Rusiyanın Novrosisk yaxınlığındakı Xəzər boru kəməri konsorsiumunda Rusiya nefti yüklədikdən sonra Qara dənizdə hücuma məruz qalıb. Bu barədə Bloomberg məlumat yayıb. Agentliyin məlumatına görə Skiros adlı tankerlə bağlı insident avqustun 16-sında axşam saatlarında baş verib, gəmi Rusiya nefti ilə yüklənib. Qeyd olunur ki, bu təxminən 3 həftəlik fasilədən sonra terminala daxil olan gəmiyə qarşı ilk hücumdur. Skiros tankerinin idarəedici şirkəti bildirib ki, insident nəticəsində heç kim xəsarət almayıb. Moskvada böyük hərbi musiqi festivalı başlamasına 4 gün qalmış ləğv edilib. Bu barədə Politico nəşri yazıb. Bildirilir ki, bu qərar Ukrayna dronlarının mümkün hücumları ilə əlaqədardır. Festival 2027-ci ildə təxirə salınıb. Qeyd edək ki, Beynəlxalq Hərbi Musiqi Festivalı
Spasskaya Başnaya 2007-ci ildən Prezident Vladimir Putinin şəxsi göstərişi ilə Moskvada Qızıl Meydanda keçirilir. Festivalı hər il minlərlə ziyarətçi cəlb olunur və onlar hərbi orkestri bir araya gətirirlər. Rusiyanın Ukraynaya qarşı təcavüzü getdikcə daha çox total müharibə xüsusiyyətləri qazanır. Belə müharibədə hədəf yalnız silahlı qüvvələr deyil, həm də qarşı tərəfin iqtisadiyyatı, mülki infrastrukturu və əhalisi olur. Bu barədə Kiev Independent nəşri yazıb. Qeyd olunur ki, hazırki müharibə artıq 21-ci əsrin ən qanlı münaqişələrindən biridir. Bununla belə son vaxtlara qədər Rusiya Ukrayna qarşı durmasına münasibətdə total müharibə anlayışından demək olar ki, istifadə olunmurdu. Ekspertlərin bildirdiyinə görə bu anlayış dövlətin bütün resurslarının səfərbər edilməsini və düşmənin yalnız hərbi deyil, həm də iqtisadi potensialının sistemli şəkildə məhv edilməsini nəzərdə tutur. Beləliklə, total müharibə yalnız cəbhədə gedən döyüşləri və düşmənin arxa cəbhəsindəki hərbi obyektlərə zərbələri deyil, həm də mülki infrastrukturun və düşmən iqtisadiyyatının əsaslarının mümkün qədər geniş miqyasla dağılmasını nəzərdə tutur. Belə müharibədə tərəflərin zərbələri mövcud imkanlarla məhdudlaşır. Müharibə qaydalarını müəyyən edən konvensiyalarla deyil. Rusiya 2022-ci ildən etibarən Ukrayna iqtisadiyyatını məhv etməyə çalışıb. Həmin vaxtdan etibarən Moskva Ukraynanın enerji infrastrukturuna sistemli zərbələr endirib və dəniz ticarətini bloklayıb. 2026-cı ildə isə Ukrayna Rusiyanın arxa cəbhəsinə ən azı eyni dərəcədə ciddi təzyiq göstərmə imkanına sahib olub. Beləliklə, hədəfə yalnız neft emalı zavodları deyil, həmçinin mülki gəmilər də daxil edilib. Bundan sonra Moskva da Ukrayna iqtisadiyyatına qarşı zərbələri gücləndirib. Getdikcə daha çox hücumların hədəfinə Ukraynanın iri mülki şirkətlərinin anbarları və logistika obyektləri, eləcə də Odessa vilayətindəki liman infrastrukturu çevrilir. Hava hücumundan müdafiə qüvvələri Moskvaya doğru uçan 10 pilotsuz uçuş aparatını vurub. Bu barədə şəhər meri Sergey Sobyanin məlumat verib. Onun sözlərinə görə dron qalıqlarının düşdüyü yerdə fövqəladə hallar üzrə xidmətlər işləyir. Xəsarət alanlar barədə hələ ki məlumat yoxdur. Günün əvvəlindən Moskvaya yaxınlaşarkən vurulan dronların ümumi sayı da 103-ə çatıb. Berlin Rusiyanın Xarici İşlər Naziri Sergey Lavrovun Moskvanın Kiyevə göstərilən dəstəyə cavabını gücləndirəcəyinə dair açıqlamasını nəzərə alıb. Bu barədə Bild məlumat yayıb. Lavrov avqustun 14-də West telekanalına müsahibəsində bildirib ki, Rusiya Ukraynanın istifadə etdiyi metodlara əl atmasa belə, bundan sonra onun addımları daha sərt olacaq. Rusiyalı nazir qeyd edib ki, Moskva Qərbin Kiyevə hərbi yardım göstərməsinə cavab olaraq Ukraynanın hərbi potensialını dəstəkləyən resursları hədəf almağa yönələcək. Almaniya Xarici İşlər Nazirliyinin nümayəndəsi isə Welt qəzetinin istinadən verdiyi məlumata görə Lavrovun açıqlamalarının Berlin tərəfindən nəzərə alındığını təsdiqləyib. ABŞ-nin Nevada ştatında məhkəmə Amerikalı repçi Tupac Shakurun qətlinin təşkilində ittiham olunan Southside Compton Crips bandasının keçmiş lideri Duane Kit Davisin işi üzrə ilk iclas keçirib. Qətl hadisəsi 1996-cı ildə törədilib. Bu barədə ABC News telekanalı məlumat yayıb. İclas zamanı ittiham tərəfinin nümayəndəsi təqsirləndirilən şəxsin tətiyə basmasa da qardaşı oğlunun döyülməsinin qisasını almaq məqsədi ilə atəş açılmasını planlaşdırdığını söyləyib. Davis ona qarşı irəli sürülən ittiham üzrə özünü təqsirli bilmir. Məhkəmə prosesinin təxminən bir ay davam edəcəyi gözlənilir.
İttiham təsdiqini taparsa, 63 yaşlı Davisi ömürlük həbs cəzası gözləyə bilər. 2023-cü ildə Davisin evində axtarış aparılıb, ondan bir neçə kompüter və foto şəkillərlə dolu qutular və Şakurla bağlı materiallar götürülüb. Southside Compton Crips bandasının keçmiş lideri həmin ilin sonunda həbs edilib. Davis saxlanıldıqdan sonra bildirib ki, Tupac'ın qətlini prodüser Diddy kimi tanınan Sean John Combs sifariş edib. 1996-cı il sentyabrın 7-sində naməlum şəxslər Las Vegasda 25 yaşlı Tupac Shakurun olduğu avtomobilə atəş açıblar. O, sentyabrın 13-də dünyasını dəyişib. Ermənistanda fermerlər şaftalı və digər kənd təsərrüfatı məhsullarının aşağı alış qiymətlərinə etiraz olaraq Xancıyan kəndi yaxınlığında yolu bağlayıblar. Kütləvi informasiya vasitələrinin verdiyi məlumata görə aksiya iştirakçıları bildiriblər ki, hazırki qiymətlər istehsal xərclərini qarşılamağa imkan vermir. Bundan əlavə tədarükdə yaranan gecikmələr səbəbindən yığılan məhsul da xarab olub. Aksiya keçirilən əraziyə Armavir şəhərinin meri Varşan Sarkisyan da gəlib. O, bəzi iştirakçıların yaranmış problemdən siyasi məqsədlər üçün istifadə etməyə çalışdığını bildirib. Onun sözlərinə görə fermerlər vəziyyəti müzakirə etmək üçün görüşə dəvət olunublar. Lakin onlar bundan imtina edərək yolu bağlamaq qərarına gəliblər. Fermerlər isə merin bu versiyası ilə razılaşmayıblar. Belə ki, vilayət administrasiyasında görüş keçirilib. Lakin problemin konkret həlli ilə bağlı razılıq əldə etmək mümkün olmayıb. Sarkisyan bildirib ki, məhsulun bir hissəsinin quru meyvə istehsalçıları tərəfindən, qalan hissəsinin isə yerli alıcılar tərəfindən alınması barədə razılıq əldə olunub. Lakin fermerlər təklif edilən qiymətləri çox aşağı hesab ediblər. Onların sözlərinə görə ixrac üçün nəzərdə tutulan şaftalının 1 kiloqramına təxminən 100 dram bizim pulla 47 qəpik təklif olunur. Filippində Antonese Zamboanga Universitetinin məktəbində baş verən atışma nəticəsində azı 2 nəfər ölüb. Bu barədə polisə istinadən MC News telekanalı məlumat yayıb. Qeyd olunub ki, hücum edənin kimliyi hələ ki müəyyənləşdirilir. Manila Bulletin qəzetinin məlumatına əsasən atışma zamanı şagirdlərdən biri hadisəni canlı yayımlayıb. Hadisə yerindən çəkilən görüntülərdə naməlum şəxsin məktəbin şagirdlərinə atəş açdığı görünür. Bildirilir ki, ehtimal olunan hücum edən şəxs daha sonra intihar edib. Bununla belə hazırda məlum olan ölənlərin sayına hücum edənin də daxil olub olmadığı hələ ki dəqiqləşdirilməyib. Çinli həkimlər qəza nəticəsində hər iki ayağını itirmiş xəstəyə ayaqların cərrahi yolla yenidən birləşdirilməsi əməliyyatını həyata keçiriblər. Məlumata görə əməliyyat bud nahiyəsi səviyyəsində aşağı ətrafların uğurlu replantasiyasının dünyada ilk halıdır. 51 yaşlı Tizyan soyadlı kişi 2024-cü ilin sonunda zavodda baş verən qəza nəticəsində hər iki ayağını itirib. Ayaqların replantasiyası əməliyyatı Çinin şərqində yerləşən Jiangsu əyalətindəki Sushu Ruixna ortopedik xəstəxanasında aparılıb. Əməliyyat təxminən 8 saat davam edib. Xəstəyə sümük transplantasiyası həyata keçirilib və bud sümükləri xüsusi fiksasiya lövhələri ilə bərkidilib. Əməliyyatdan bir ildən sonra, çox müddət sonra kişi əvvəlcə ayaqlarını qaldıra bilib, daha sonra isə ayaq üstə durmağı da bacarıb. Hazırda onun reabilitasiya prosesi davam edir. Biz də yerli xəbərlərlə davam edirik. Tovuzda Vazrin 107 markalı avtomobilin su arxına düşməsi nəticəsində sürücü həyatını itirib. Hadisə Xatınlı kəndi yaxınlığında baş verib. Qəza nəticəsində avtomobil deformasiyaya uğrayıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Tovuz rayon Dövlət Yanğından Mühafizə hissəsinin yanğın söndürən və xilas ediciləri cəlb olunub. Deformasiyaya uğramış avtomobildə sıxıl
yıxılmış vəziyyətdə qalan sürücünün cansız bədəni xüsusi avadanlıqların köməyi ilə çıxarılıb və müayinə olunmaq üçün aidiyyatı üzrə təhvil verilib. Ölən şəxsin Həmzəyev olduğu bildirilir. Hadisə yerinə polis əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır. Sumqayıt şəhərində də yol nəqliyyat hadisəsi baş verib. Hadisə şəhərin Səməd Vurğun küçəsində qeydə alınıb. Belə ki, hərəkətdə olan BMW və Hyundai markalı minik avtomobilləri toqquşub. Hadisənin baş vermə səbəbləri araşdırılır. Xəsarət alanların sayı hələ ki bəlli olmayıb. Bərdədə də zəncirvari yol nəqliyyat hadisəsi baş verib. Hadisə Heydər Əliyev prospektində qeydə alınıb. Hadisə zamanı 3 minik avtomobili toqquşub. Qəza nəticəsində Əhmədov İsmail İlyasoğlu Bərdə Mərkəzi rayon xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin stabil olduğu deyilir. Hadisə ilə bağlı araşdırma aparılır. Dövlət Ümumi Təhsil müəssisələrində direktor vəzifəsinə işə qəbul üzrə müsabiqənin elektron sənəd qəbulu mərhələsinə başlanılıb. Bu barədə müttam məlumat yayıb. Bildirilib ki, elektron qeydiyyat avqustun 18-i saat 11:00-da başlayır və avqustun 21-i saat 17:00-a dək davam edəcək. Müsabiqə Elm və Təhsil Nazirliyi tərəfindən mərkəzləşdirilmiş qaydada proqram təminatı vasitəsilə həyata keçiriləcək. Müsabiqə seçim və müsahibə mərhələlərindən ibarətdir. Seçim mərhələsində namizədlərin təqdim etdikləri məlumat və sənədlərin düzgünlüyü yoxlanılacaq. Bu mərhələni uğurla başa vuran namizədlər müsahibəyə dəvət ediləcəklər. Müsahibəyə dəvət qaydalara uyğun şəkildə ardıcıllıq əsasında həyata keçiriləcək. Müsahibə mərhələsi Elm və Təhsil Nazirliyi tərəfindən yaradılan müvafiq komissiyalar tərəfindən keçiriləcək. Namizədlərin liderlik və strateji idarəetmə, pedaqoji, tədris, idarəçilik və təşkilatçılıq, ünsiyyət və əlaqə, problemlərin həlli və qərar vermə, rəqəmsal və texnoloji, həmçinin sosial və emosional bacarıqları da qiymətləndiriləcək. Hər bir namizəd müsabiqənin nəticələri ilə şəxsi səhifə vasitəsilə tanış ola biləcək. Müsabiqədə uğur qazanan namizədlərlə əmək münasibətləri qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq rəsmiləşdiriləcək. Sabirabadda baş verən avtoqəzada 4 nəfər xəsarət alıb. Hadisə Hacıqabul Bəhramtəpə Mincivan avtomobil yolunun Sabirabad rayon ərazisindən keçən hissəsində qeydə alınıb. Qəza zamanı Kia və Opel markalı minik avtomobilləri toqquşub. Xəsarət alan 4 nəfər Şirvan şəhər mərkəzi xəstəxanasına yerləşdirilib. Məlumata görə Sabirabad rayon ərazisində baş verən yol nəqliyyat hadisəsi ilə bağlı təbib məlumat yayıb və bildirilib ki, təcili tibbi yardım şöbəsinə 4 nəfər hospitalizasiya olunub. Onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travmaları diaqnozu qoyulub. Xəsarət alan 3 nəfərə zəruri tibbi yardım göstərilib və ambulator müalicə üçün evə buraxılıblar. Hazırda bir nəfərin instrumental diaqnostik müayinələri davam etdirilir. Beynəlxalq axtarışda olan şəxs Qazaxıstandan Azərbaycana ekstradisiya edilib. Baş prokurorluğun mətbuat xidmətindən bildirilib ki, Baş prokurorluq tərəfindən Qazaxıstanın səlahiyyətli orqanlarına ünvanlanan ekstradisiya sorğusu, habelə beynəlxalq prosedurlara uyğun tələb olunan sənədlərin təqdim edilməsindən sonra aparılmış danışıqlar nəticəsində Azərbaycan vətəndaşı Əskərov Tahir Aydınoğlunun Azərbaycan Respublikasına ekstradisiyası ilə bağlı razılıq əldə olunub. Belə ki, Azərbaycan Dövlət Gömrük Komitəsinin əməliyyat istintaq baş idarəsində İbtidai istintaq aparılan cinayət işi üzrə toplanmış materiallara əsasən Əskərov Tahir Aydınoğlunun qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə külli miqdarda narkotik vasitəni Azərbaycanın gömrük sərhəddindən bəyan etmədən qaçaqmalçılıq yolu ilə keçirilməsinə dair əsaslı şübhələr müəyyən edilib.
Şagirdlərin elektron yer dəyişməsi prosesinə başlanılır. Avqustun 20-si saat 15:00-dan etibarən 2026-2027-ci tədris ili üzrə şagirdlərin elektron yer dəyişməsi prosesi aktivləşəcək. Proses 2, 9-cu və 11-ci sinif şagirdlərini əhatə edəcək. Şagirdlərin elektron yer dəyişməsi portal vasitəsilə həyata keçirilir. Qeyd edilir ki, internetə çıxış imkanı olmayan vətəndaşlar yer dəyişmə prosesi ilə bağlı aidiyyatı üzrə Agentliyin və təhsili yerli idarə etmə bölmələrinin çağrı mərkəzlərinə, Agentliyin vətəndaşlara xidmət mərkəzinə, eləcə də asan xidmət mərkəzlərinə müraciət edə bilərlər. Xırdalan şəhərinin Heydər Əliyev prospektində aidiyyatı qurum tərəfindən aparılan təmir-tikinti işləri ilə əlaqədar olaraq nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq edilib. Məhdudiyyətlər səbəbindən Y2, 135, 515, 517, 523, 535, 592 və 596 nömrəli marşrutların hərəkəti alternativ küçələrlə təşkil olunub və bu istiqamətdə hərəkət edən sərnişinlərdən bunların nəzərə almaları xahiş olunur. Aparılacaq təmir işləri ilə əlaqədar Bakı şəhərinin də 2 küçəsində nəqliyyat vasitələrinin hərəkətinə müvəqqəti məhdudiyyətlər tətbiq ediləcək. Bu barədə Ayna məlumat yayıb. Belə ki, bugündən etibarən Yasamal rayonunun Zahid Xəlilov küçəsi, Akim Abbasov küçəsindən Əbdurrahim bəy Haqverdiyev küçəsinədək saat 08:00-dan Nərmanov rayonunun Ceyhun Hacıbəyli küçəsi, Hənifə Ələsgərov küçəsindən Mixail Kaverışkin küçəsinədək saat 20:00-dan müvəqqəti yol bağlanacaq. Məhdudiyyət təmir işləri başa çatanadək qüvvədə qalacaq. İyulun 29-da Qobu-Lökbatan yolunda 2 nəfərin ölümü ilə nəticələnən yol nəqliyyat hadisəsinin görüntüləri yayılıb. Bununla bağlı video görüntülər sosial şəbəkələrdə paylaşılıb. Qeyd edək ki, Toyota markalı minik avtomobili Ford Transit markalı nəqliyyat vasitəsi ilə toqquşub. Qəza nəticəsində Toyotada olan Bəhruz Sultanov və Rauf Hüseynov hadisə yerində həlak olublar. Ford Transitin sürücüsü isə xəsarət alıb. Qəzada ölənlər Qobu Futbol Klubunun oyunçuları olub. Qeyd edək ki, Qobu Futbol Klubu 2025-2026-cı il mövsümündə AFFA Region Liqasında mübarizə aparıb. Ağdaşda balıqçı kanalda boğularaq ölüb. Yevlax rayonu Qaramanlı kənd sakini 1970-ci il təvəllüdlü Süleymanov Tofiq Qaçayoğlu balıq tutmaq məqsədi ilə Xanabad kənd ərazisindən keçən hissəsində yuxarı Şilvan kanalında qayıqla üzərkən idarəetmədə olan qayığın su axınının güclü olduğu bənd istiqamətində hərəkət etdiyini görərək özünü suya atıb. Nəticədə balıqçı ölüb. Meyidi kanalın Ağdaş rayonu Şəkili kənd ərazisindən keçən hissəsində aşkar edilib. Faktla bağlı Ağdaş rayon prokurorluğunda araşdırma aparılır. Bakıda 2 məktəb direktoru vəzifəsindən azad edilib. Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov müvafiq əmrlər imzalayıb. Əmrlərə əsasən paytaxtın Yasamal rayonunda yerləşən 225 nömrəli tam orta məktəbin direktoru Sevda Eminova və 13 nömrəli tam orta məktəbin direktoru Yaqut Sadıqova işdən çıxarılıb. İşdən onların ayrılmaqla bağlı ərizə yazdıqları bildirilir. Vəzifədən azad olunma əmrinin öz ərizələri əsasında verildiyi qeyd edilir. Bakının Xətai rayonunda 3 nəfərin bıçaqlanması ilə nəticələnən hadisə baş verib. Hadisə Əhmədli qəsəbəsində yerləşən fərdi yaşayış evlərindən birində qeydə alınıb. Məlumata görə Balakən rayon sakinləri 1988-ci il təvəllüdlü Elnur Xocaxov, 1986-cı il təvəllüdlü Vidadi Bubuşov və 1983-cü il təvəllüdlü Sərvər Kərimov kirayə yaşadıkları evdə bıçaqlanıblar. Müxtəlif dərəcəli bədən xəsarətləri alan hər 3 şəxs xəstəxanaya yerləşdirilib. Hadisə yerinə Xətai rayon polis idarəsinin əməkdaşları cəlb olunublar. İlkin araşdırma zamanı hər 3 şəxsin
onlarla birlikdə kirayədə yaşayan digər şəxs tərəfindən bıçaqlandığı müəyyən edilib. İlkin məlumata görə hadisədən əvvəl mənzildə yeyib içən şəxslər arasında daha sonra mübahisə yaranıb. Mübahisə sonda bıçaqlanma ilə bitib. Polis əməkdaşları tərəfindən keçirilən tədbirlə əməli törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş 1989-cu il təvəllüdlü Murad Quliyev saxlanılaraq istintaqa təhvil verilib, faktla bağlı araşdırma aparılır. Şəmkirdə 7 nəfərin ölümü ilə nəticələnən ağır yol nəqliyyat hadisəsi baş verib. Hadisə zamanı xəsarət alanların da kimliyi müəyyənləşdirilib. Şəmkir rayonunun Əlyaqublu kənd ərazisində baş verən qəzada 1988-ci il təvəllüdlü İlahə Məmmədova, 2009-cu il təvəllüdlü Elvin Məmmədov, 1992-ci il təvəllüdlü Hicran Həmzəyeva, 2018-ci il təvəllüdlü Zəhra Quliyeva və VAZ-2106 markalı avtomobilin sürücüsü Əlizamin Aslanov da həyatlarını itiriblər. Hadisə nəticəsində VAZ-ın sürücüsü Əlizamin Aslanoğlu Qoşqarov və Zeynab Aslanova, Aygün Cəfərova, Zəminə Hüseynova, Seymur Hüseynli və Elnur Hüseynov yaralanıblar, lakin sürücünün həyatını da xilas etmək mümkün olmayıb. Vəfat edən şəxslər Mahmudlu kəndinin sakinləridir. Qəbələ rayonunun Hacıalı kəndi, Ağcabədi rayonunun Aşağı Qiyaməddinli kəndi və Ağsu şəhər ərazisində yanğın hadisələri törədən şəxslər polis əməkdaşları tərəfindən müəyyən ediliblər. Daxili İşlər Nazirliyindən verilən məlumata görə araşdırmalarla yanğının Məhiyyəddinov, Zeynalov və Musayev tərəfindən törədildiyi məlum olub. Yanğın hadisələri nəticəsində biçilmiş əkin sahəsi və kol-kos yanıb. Həmin şəxslər barəsində qanunvericiliyə uyğun olaraq müəyyən tədbirlər görülür. Bu mənim bu saata sizə çatdıracağım son xəbər idi. Siz isə TNS TV-də hər gün səhər saat 10 və 17:00 xəbərlərini izləməyi unutmayın. Bizi izləyin, xəbəri bizdən xəbər alın. Sağ olun, salamat qalın.